Əvvəla ondan başlayaq ki, İranın dəniz limanlarının hamısının blokada alınması yalandır. İranın Əncəli və Rəşd dəniz limanları hələ də fəaliyyət göstərir. Ona görə demək ki, İran dəniz daşımalarının 100% dayandırılıb, bu həqiqətə uyğun deyil. 90%-dan söhbət gedir. 90 ilə 82%-dən artıq deyil. İkinci, 36 saat ərzində ifadəsi də düzgün deyil. Çünki blokada başlanandan 18 saat sonra bu işlərə başlandı. 14 saat ərzində bu işlər tamamlandı. Hardan söhbət gedir? Söhbət Hörmüz boğazının bax bu hissəsi Ən Əl-Ərəb dili. Bu ümumiyyətlə Fars körfəzini Xəlici Fars adlandırırlar. Ən Əl-Ərəb və bu Dəryayı Ərəb dənizi adlanır. Bax burada hal-hazırda Amerika Birləşmiş Ştatlarının Harada konkret bax. Bu hissədə Bu bölgədən. Yox, buradan söhbət. Burada Amerika Birləşmiş Ştatlarının USS Abraham Lincoln aviadaşıyıcı gəmisi yerləşir. Onun yanında Early Burke sistemli destroyer deyirlər, mina daşıyan gəmilər, 2 mina daşıyan gəmi var. Ümumiyyətlə 14 Wumpel, yəni 14 gəmi var. Onların arasında ən böyük Abraham Lincoln, USS Abraham Lincoln'dur. Bir də USS Tripoli. Tripoli desant gəmisidir. O yeni gəlir. Hə. Və bu gəmilərin ümumi sayı burada blokadanı tam nəzarətdə saxlama imkan verir. Fəqət həmən bu keçən saatlar ərzində İran İslam Respublikasının 3 gəmisi blokadanı yararaq keçiblər. Blokada necə həyata keçirilir? Çoxları düşünür ki, blokada odur ki, gəmilər hamısı yanırlar və heç bir dəniz nəqliyyat vasitəsinin keçidinə imkan vermirlər. Belə deyil. Fars körfəzində 3 əsas marşrut var. 3 əsas marşrutda destroyer gəmilər dayandıqda blokada artıq həyata keçir. Və üstəlik də gələn gəmilər tanker və konteyner daşıyan gəmilər olduğuna görə onlara atəş açılması mümkün deyil. Ona görə onlar ya pilotsuz dəniz katerlərindən və yaxud da xüsusi dəniz desantlarının olduğu motorlu qayıqlardan istifadə edirlər. Ümumiyyətlə, burada olan Kəşm və Kiş adaları, həmçinin Kəşmi Kiçik və Kəşmi Bozorg və həmçinin Əbu Musa Bozorg, Tom Bozorg, Tom Kiçik adaları var və Əbu Musa Əl Musa adaları var. Bu adalar İrana blokadaya rəğmən Fars körfəzinə tam nəzarət etməyə imkan verir. Blokada İran iqtisadiyyatına çox ağır zərbə vurur. Bu sözsüzdür. İran iqtisadiyyatının, ixalatının və ixracatının təxminən 92,1%-i Xürrəmşər, Abadan limanları və Bəndər Əncəl limanı, o Əncəl limanı ki var yuxarıda, onun aşağısında da var. Bu limanlar vasitəsilə həyata gəlir. Əsas Xürrəmşər və Abadan limanlarıdır. Lakin daşımalar tam nəzarətdə dəniz daşımaları ola bilər. Lakin dəniz daşımaları yox, su nəqliyyatının hamısına İran nəzarətə imkan verməyib. Çünki İraqla sərhəddəki Şatt əl-Ərəb çayı vasitəsilə İran yenə də ixalatı və ixracatı davam etdirə bilər. Fəqət blokadanın özü İrana mı ziyan vurur, yoxsa dünya iqtisadiyyatına? Bu açıq bir məsələdir. Hörmüz boğazı vasitəsilə... O barədə də danışacaq. Beynəlxalq Valyuta Fondunun açıqlamaları var. Dünya iqtisadiyyatındakı bu iqtisadi artımla bağlı. Hörmüz boğazı vasitəsilə həyata keçirilən blokada ilk növbədə Amerika Birləşmiş Ştatlarının özünə ziyan vurur. Çünki nəcib qazlar, həmçinin dünya gübrə istehsalının təxminən 31%-i məhz bu regionun payına düşür. Hal-hazırda karbamid, amonium sulfat gübrələrinin qıtlığı artıq yaranıb. Amerikalı fermerlər az qala üsyana hazırlaşırlar və bütün dünyada ərzaq qıtlığı başlayacaq belə gedərsə. Amma qaydaq blokadanın hərbi texniki məsələlərinə. Blokadanın həyata keçirilməsində bir məqsəd də Harq adası o tərəfdə yerləşir, 471 kilometr aralıdadır. Burada dediyim kimi 21 dəniz milidir və ondan başqa Keşm adasına da çıxara bilər, Əbu Musaya da çıxara bilər, Kiçik Tom və Böyük Tomba da çıxara bilər. Həmçinin burada olan Kiş adasına, Keşm adasına da desant ola bilər. Amma bu desant hərbi, taktiki baxımdan heç bir məna kəsb etmir. Strateji baxımdan da bir mənasıdır. Bu sadəcə bir siyasi ambisiyoz bir layihə ola bilər ki, Amerika Birləşmiş Ştatları Fort Bragg-dən gətirdiyi təxminən 62 min nəfərlik şəxsi heyət və ümumilikdə burada formalaşan 16 hərbi dəniz nəqliyyat vasitəsilə bunu reallaşdırır. Elçin, real olaraq toqquşmalar gözlənilirmi? Yəni bu nə qədər, məsələn, Mr. Trump, Birləşmiş Ştatların lideri deyir ki, aprelin sonuna qədər artıq razılaşma ola bilər. Çünki İran tükənib. Onun sözünü deyirəm. O gözlənilirmi razılaşma, anlaşma, yoxsa toqquşmalar? Çünki yeni, yəni 3500 nəfərlik yeni bir ordu
birləşməsi də bölgəyə gətirilir. Burada, Destroyerlər. burada hərbi kazuistika var. Söhbət nədən gəlir? Həm də jurisprudental hüquq məsələsi var. ABŞ-ın mövcud qanunvericiliyinə əsasən və ABŞ konstitusiyasına görə ABŞ prezidenti konqresin icazəsi olmadan yalnız 60 gün ərzində hərbi əməliyyatları aparmaq səlahiyyətinə malikdir. Trump'ın 60 günü bu ayın sonu, aprelin sonunda başa çatır. Ona görə Trump nəyin bahasına olursa olsun bu ayın sonuna qədər ələ gələn bir nəticəyə nail olmağa çalışacaq. İrana gəldikdə isə 1979-cu ildən bu yana ilk dəfə olaraq ABŞ-ın hərbi gəmisi İran sahilinə 200 dəniz mili məsafəsində yaxınlaşır. Bu birbaşa atış məsafəsidir. Və ABŞ gəmiləri İran sahillərindəki hədəfləri vura bilərlər. Hərbi eskalasiya dənizdə hər an baş verə bilər. Çünki İranın burada Moskit donanması var. Təxminən 6000-ə yaxın kiçik və orta mühərrikli motorlu qayıqlar var və bu qayıqlarda da mənfəət sistemi, yəni daşına bilən artilleriya sistemi deyirlər onu, qumbar atanlar deyək də. Və həmçinin də kiçik qanadlı raketlər 15-45 kilometr məsafədə hədəf vurmağa imkan verən qanadlı raketləri var İranın. İranın tükənməsi ümumiyyətlə müzakirə mövzusu belə deyil. İran bu blokadaya... Niyə deyirsiniz onu müzakirə mövzusu deyil? Çünki İran raket potensialının 45% hələ də işləkdir. İran ordusu, yəni biz İran Müdafiə Nazirliyindən danışırıq. Onun olduğu kimi qalıb. İran İslam Keşikçiləri Korpusu təxminən 300 min nəfər artırıb bəsiclə bir yerdə, 150 min nəfər bilavasitə sepahdır. Orada daha çox texniki nöqteyi nəzərdən zəiflədildiyini deyirlər. Misal üçün, yəni, ən son məlumatlardan biri odur ki, yəni yerin altında olan bu qurğular ki var, raket atan qurğular, onları yenidən üzə çıxarılması üçün İran müəyyən qazıntılar aparır o dağıdılmış yerlərdə. Yəni nə qədər tükənib potensialı, bəli, CNN-in məlumatı. İranın davam gətirməsi üçün İranın heç də raket potensialına ehtiyacı yoxdur. Siz 90 milyonluq əhalisi olan bir ölkədən danışırsınız. 90 milyonluq əhalinin təxminən 30%-i hakimiyyətə qarşıdır, 40%-i illateraldır, neytraldır, 30%-i isə bilavasitə hakimiyyəti dəstəkləyir. Və İran hakimiyyətinin yaratdığı canfəda hərəkatı ki var, könüllülər hərəkatı, ora artıq son məlumatlara görə 25 milyon nəfər üzv yazılıb. Və Amerika Birləşmiş Ştatlarının bu problemi necə həll edəcəyini mən sizə əmin edirəm ki, Pentagondakı generallar belə bilir.